Leonardo da Vinci və onun məşhur Mona Lisa əsəri. İlk növbədə bu əsər haqqında məlumat vermək istəyirəm. 16-cı əsrin əvvəllərində çəkilib, müəllifi Leonardo da Vinci'dir və şəkildəki qadın kimdir sualının bir neçə versiya ilə cavabı var. Versiyalardan biri odur ki, şəkildəki qadın əslində kişidir, yəni Leonardo da Vinci'nin tələbəsi olan Salaidir. Sadəcə olaraq onun qadın cildində çəkib. İkinci versiya isə ondan ibarətdir ki, bu Florensiya taciri Francesco del Giaconda'nın həyat yoldaşı Liza Maria Geraldini'dir. Əvvəllər bu rəsm əsəri Fransa kralı 1. Fransisk tərəfindən öz hamamında asılıb. Hamamın təyinatlarından biri də rəsmi şəxslərin qəbulu idi. Sonradan üstünə təxminən 100 il keçdikdən sonra bu rəsm əsərini 14-cü Ludovik Versalda qoymuşdu. 1803-cü ildə isə Napoleon Bonaparte bu rəsm əsərini Louvre'da yerləşdirdi. Amma ondan 3 il əvvəl isə həmin bu əsər öz yataq otağında asılmışdı. Bu rəsm əsəri o qədər müəmmalı gəlir ki, bunu bir çox insanlar araşdırmağa başlayır və həmin araşdırmacıların içərisində tibb işçiləri də olur. 2004-cü ildə Belçikada revmatoloq və endokrinoloqlardan ibarət həkim qrupu Mona Lisa'nın şəklinə əsasən ona 2 diaqnoz qoyublar. Diaqnozlardan biri ksantilazma, ikinci diaqnoz isə lipomadır. Harvard Tibb Məktəbi və Kaliforniya Universitetinin araşdırmacıları isə öz Belçikadan olan kollegalarına deyirlər ki, yox, siz düz demirsiniz. Birincisi Mona Lisa 37 yaşında yox, 63 yaşında ölüb. İkincisi isə Mona Lisa'nın ən əsas problemi qalxanvari vəzn problemi olub. Yəni hipertireoz. Qalxanvari vəzn problemini iddia edən araşdırmacılar bunu 3 səbəblə əlaqələndirirlər. Birincisi deyirlər ki, Maria Lisa'nın bu şəkildə dərisinin rəngi saralıb, onun qaşları yoxdur. Bu ikinci simptom. Üçüncü simptomu isə deyirlər ki, saç xətti nisbətən arxaya getmişdir. Saç xətti deyildikdə və bu xətt nəzərdə tutulur ki, yəni qadınlarda bu daha çox öndə olur və bu saç xətti arxaya gedib. Belçika və Amerika araşdırmacıları arasında fərqli mövqelər oldusa da, onlarda bəzən oxşar mövqelər də var idi. Mövqelərdən biri odur ki, bəli, həqiqətən də Maria Lisa'da lipid mübadiləsi pozulub. Amma bu lipid mübadiləsi Belçikalıların iddia etdikləri kimi irsi faktordan qaynaqlanmır. Bu sadəcə olaraq hamiləliklə bağlı olan bir faktor. Bəs nəyə görə bu araşdırmacılar lipid mübadiləsinin pozulmasını hamiləliklə əlaqələndirirlər? Çünki şəkildə Maria Lisa'nın hamilə olmağı görsənmir. Başqa bir qaynaqdan bir məlumat əldə olunur ki, bu əsər tacir Giaconda tərəfindən öz həyat yoldaşına bir səbəbdən hədiyyə olunub. Həmin ərəfədə Maria Lisa öz həyat yoldaşı tacir Giaconda üçün oğlan uşağı doğub. Məsələn, nəyə gətirmək istəyirəm? Həqiqətən də vizual parametrlər insanın hansı xəstəlikdən əziyyət çəkməyi haqqında məlumat verə bilir. Deməli, günlərin birində, stomatoloji saytların birində dil orqanizmin xəritəsidir məqaləsini oxudum. Həmin bu məqalə qədim Çin təbabətinə əsaslanırdı. Sözün açığı ilk növbədə buna da biraz şübhə ilə, skeptika ilə yanaşdım, amma bunu yoxlamaq istədim və pasientləri qəbul edərkən onların dillərinin üzərinə baxırdım və həmin o məqalədə olan deməli məlumatları xəstədən aldığım məlumatlarla yoxladım və gördüm ki, 90% halda həmin məlumatlar çox üst-üstə düşür. Qalan 10% halda isə ola bilsin ki, həmin xəstələrin özlərinin öz problemləri haqqında məlumat yox idi, ona görə də özləri bilmirdilər. Amma bunu getdikcə təkmilləşdirməyə başladım və gördüm ki, həqiqətən də dil orqanizmin xəritəsi imiş. Qızıl güzgülər və dil bir xəyal kimi kitabının müəllifi, Çin tibbinin araşdırmacısı Ioannis Solosun sözlərinə görə bu diaqnostika metodu ilk dəfə 14-cü əsrdə qədim manuskriptlərdə tapılıb və müəyyən müddət keçdikdən sonra bu təkmilləşdirilib və Çin tibbinin, Çin təbabətinin inqilabı da elə bu dövrdən başlayır.